Musiqi, yəni o deyil, yaxşı deyil. Digər insanların münasibəti bir dilənçi kimi baxırlar ona. Avropada peşəkardır, yəni Amerikada, digər ölkələrdə peşəkar olur. Pis. Yox, əsl sənət deyil. Əsl sənət hesab eləmir. Niyə bəs? Nə bilim, nəsə elə istəməzəm. Yəni musiqiçi müğənni olardı, yəni deyirsiniz. Hər sənətin özünün gözəlliyi var. Küçədə xoşlamıram. Nə bilim, məncə sənətdir, yəni. Çünki yəni baxırsan ki, istedad var da, yəni. Təbii ki, ehtiyacları da var deyənə, yəni belə bir şey edirlər. Yəni məcburiyyət də ola bilər. Yəni istedadı pula çevirirlər, belə deyək. Təbii ki, pis. Yəni Azərbaycan hər yerdə onsuz da elədir, yəni. Necə deyim, hər yaxşı şeydə bir pis şey axtarırlar. Və səsləri var, çalırlar, məncə yəni sənətdir. Dünyada məncə üstündür, ümumiyyətcə hər yerdə. Azərbaycanda da şeydir, üstündür, bütün dünyada. Hə, bütün dünyada, yəni dünyada çox yaxşı baxırsınız bu işə. Bəli. Çox sağ olun, təşəkkür edirəm. Sənətdir də, küçə sənəti ümumiyyətlə xaricdə də inkişaf edən bir istiqamətdir. Azərbaycanda da inkişaf edir. Sadəcə Azərbaycanda mentalitet cəhətdən biraz problemlər olur küçə sənətinə qarşı, amma sənətdir. Yəni müəyyən bir peşədir. Belə metrolar keçidlərdə falan olur ən çox. Yəni məncə bu turistlərin ən çox narahat kimi ola bilər. Çünki bizim mədəniyyət evlərimiz falan var da. Yəni orada da yetərin qədər məncə musiqi səslənir də. Yəni Azərbaycan onsuz da musiqi mədəniyyəti, musiqi təhsili çox yüksək səviyyədədir də. Bunu metro keçidlərində falan məncə bu sənət deyil, yəni həqiqətən də bu sənət deyil. Düzdür, bəlkə Targovda falan daha belə turistlər yaxınlaşa bilər, amma məncə keçidlərdə də o qədər yaxşı görünmür turistlərə görə. Yox, məncə həqiqətən istedadlı uşaqlar var. Yəni çünki şəhərin mərkəzində bir neçə küçə musiqiçilərini şəxsən tanıyıram. Həqiqətən istedadlı uşaqlarlar sadəcə iləri getmək üçün birinci növbədə şansları gətirməlidir. İkinci növbədə məncə yəqin ki, tanıdıqları və onlara dəyər verən şəxslər olmalıdır. Yəni bizdə son 3-5 ildə məncə daha çox inkişaf edib.